Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün inşallah Allahın izni sizlərə Qəmər surəsinin oxunma qaydasını öyrədəcəm. Yenə qısa-qısa, hissə-hissə öyrədəcəm ki, sizin üçün öyrənmək asan olsun, yorulmayasınız. Dərsə başlamamışdan əvvəl sizə qısa şəkildə Şaqqı Qəmər hadisəsi haqqında məlumat vermək istəyirəm. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm zamanında müşriklər onun haqq peyğəmbər olduğuna və Allahın tək ilah olduğuna inanmırlar və inkar edirlər. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm qarşısına bir şərt qoyurlar ki, əgər ayı 2 hissəyə bölərsənsə, o zaman sənə inanarıq. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahın izni ilə barmağı ilə işarə edərək ayı 2 hissəyə bölür və əlbəttə ki, müşriklər ona yenə inanmırlar, onu ələ salırlar, onunla alay edirlər, onu ən böyük sihirbaz adlandırırlar. Allahın hər bir şeydə əlbəttə ki, böyük bir hikmətləri vardır və burada inananlar həqiqətən də Allahın qüdrətinə, ol dediyi zaman hər şeyin ola biləcəyinə inanırlar. İnkar edənlər isə günü bugün də bu hadisənin bir nağıl olduğuna deyirlər, inanmırlar və bu elmi cəhətdən də sübut olunub ki, ay həqiqətən də 2 yerə bölünüb və üzərində böyük bir çat var. İndi dərsimizə keçək. Bismillahirrahmanirrahim. Əlifdir, i, qaf hərfinin üzərində cəzm var. Qalqalə edərək oxuyuruq. İq, tə, ra, bə, ti. Bu oxunmayan əlif və ləm hərfləridir. Bu isə sin hərfidir və üzərində şəddə var. Həmçinin burada hərfi məd var. Bir əlif miqdarı uzadaraq oxuyuruq. İq, tə, ra, bə, ti, sə. Ayn hərfidir. A, bu yuvarlaq tə hərfidir. Ortada gəldiyinə görə təkimi oxunur. Atu. İqtərabətis-səatu. Vav hərfidir və nun hərfinin üzərində cəzm var. Sonra şin hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Vən-şə. Yenə qaf hərfi üzərində şəddə var. Vən-şəqqa. Ləm hərfidir. Üzərində cəzm var. Şəqqal. Qaf hərfidir. Qa. Mim hərfi. Mə. Ra hərfi. Və burada üzərində ötrə gəldiyinə görə cəzimli kimi tələffüz olunur. Ra hərfi. Qamər. Vən-şəqqal qamər. İndi bir də oxuyaq. İqtərabətis-səatu vən-şəqqal qamər. Vav hərfidir və əlifdir. İ. Nun hərfinin üzərində cəzm var və i. Nun hərfinin üzərində cəzm var. Sonra yə hərfi gəlib. İdğam və məal-qunna qaydasına görə nun hərfini burnumuzda tələffüz edirik. Bir əlif miqdarı uzadırıq. Yə hərfini isə şəddəli tələffüz edirik. Və iyyə. Yə, ra hərfidir. Ra, vav hərfinin üzərində cəzm var. Yə, rav. Əlifdir. Üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Ə, yə hərfidir. Yə, yuvarlaq tə hərfidir. Və ayətin ortasında gəldiyinə görə tə kimi tələffüz olunur. Üzərində tənvin var. Sonra yə hərfi gəlib. Yenə idğam-ı məal-qunna qaydasıdır. Tənvindəki nun hərfini burnumuzda tələffüz edirik. Bir əlif miqdarı uzadırıq. Yə hərfini isə şəddəli tələffüz edirik. Əyədən yu. Yu. Ayn hərfinin üzərində cəzm var. Yu'ri. Bu qalın dad hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yu'ridu. Vav hərfidir. Və bu yə hərfidir. Yə. Qaf hərfində, həmçinin ləm hərflərinin hər ikisində hərfi məd var. Hər ikisini bir əlif miqdarı uzadaraq oxuyuruq. Və yəqulu.
sin hərfidir. Si. Ha hərfinin üzərində cəzm var. Sih. Ra hərfidir. Üzərində tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğam-ı məl-qunnə qaydasına görə mim hərfini şəddəli tələffüz edirik. Tənvindəki ötürəli tənvindir. Tənvindəki nun hərfini isə burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Sihrun. Bu sin hərfidir. Üzərində cəzm var. Müs. Tə hərfidir. Tə. Mi. Mim hərfidir. Ra hərfinin üzərində gördüyünüz kimi şəddə var. Cəzimli, həmçinin şəddəli, vurğulu tələffüz edirik. İndi göstərəcəm. Müstəmir kimi tələffüz olunur. Sihrun müstəmir. İndi bir də oxuyaq. Və iyərəv əyətən yu'ridu və yəqulu sihrun müstəmir. Vav hərfidir və bu kəf hərfi. Kə. Bu pəltək zəl hərfidir. Üzərində şəddə var. Və kəzzə. Bə hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və kəzzəbu. Vav hərfidir. Və bu tə hərfidir. Üzərində şəddə var. Və tə. Bə hərfidir. Bə. Ayn hərfidir. Sonra əlif gəlib. Burada məddi munfasıl qaydasıdır. Ayn hərfini 4 əlif miqdarı uzadırıq. Və təbə'u. Əlifdir. Ə. Hə hərfinin üzərində cəzm var. Əh. Vav hərfidir. Burada isə məddi muttasıl qaydasıdır. Vav hərfindən sonra burada gördüyünüz kimi hərfi məd var. Sonra həmzə gəlib. Vav hərfini 4 əlif miqdarı uzadırıq. Əhvə. Ə. Bu yenə hə hərfi. Hu. Mim hərfinin üzərində cəzm var. Əhvə. Əhum. Sonra cəzimli mimdən sonra vav hərfi gəlib. Mimin izharı qaydasıdır. Olduğu kimi oxuyur. Vav hərfidir və kəf hərfidir. Ku. Ləm hərfinin üzərində şəddə var. Və kullu. Əlifdir. Ə. Mim hərfinin üzərində cəzm var. Sonra ra hərfi gəlib. Mimin izharı qaydasıdır. Əm. Ri. Ra hərfində gördüyünüz kimi əsrəli tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğam-ı məl-qunnə qaydasına görə mim hərfini şəddəli tələffüz edirik. Tənvindəki nun hərfini isə burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Əmrimü. Sin hərfinin üzərində cəzm var. Müs. Bu tə hərfidir. Tə. Qaf hərfi. Qi. Ra hərfi. Burada ayət tamamlanır və ona görə yenə ra hərfini cəzimli həm də bu üzərində şəddə gəldiyinə görə vurğulu tələffüz edirik. Müstəqir kimi tələffüz olunur. İndi bir də oxuyaq. Və kəzzəbu və təbə'u əhvəəhum və kullu əmrin müstəqir. Vav hərfidir və ləm hərfi lə, qa, dəl hərfinin üzərində cəzm var. Qalqalə edərək vurğulu tələffüz edirik. Və lə qad. Cim hərfidir. Burada məddi muttasıl qaydasıdır. Cim hərfini 4 əlif miqdarı uzadırıq. Cə. Ə. Hə hərfidir. Hu və mim hərfinin üzərində cəzm var. Cəəhum. Mim hərfidir. Mi. Nə. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində isə üstün hərəkəsi gəlib ə kimi tələffüz olunur. Minəl ə. Nun hərfinin üzərində cəzm var. Sonra bə hərfi gəlib. İqlab qaydasına görə nun hərfini mim hərfi kimi tələffüz edirik. Əm. Bə hərfidir. Burada yenə məddi muttasıl qaydası gəlib. 4 əlif miqdarı uzadırıq bə hərfini. Ənbə'i. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mə. Fə hərfidir. Yenə burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fi. Hə zamiri özündən əvvəl
Hərfi məd gəldiyinə görə qısa şəkildə oxunur. Fihi. Mim hərfidir. Mü. Bu z hərfidir. Üzərində cəzm var. Müz. Dəl hərfi də. Cim hərfi c və ra hərfini r kimi tələffüz edirik. Müzdəcər. İndi bir də oxuyaq. Və ləqad cəəhum minəl ənbəi mə fihi müzdəcər. Ha hərfidir. Hi. Kəf hərfinin üzərində cəzm var. Hik. Mə. Yuvarlaq tə hərfidir. Üzərində ötürəli tənvin gəlib, sonra bə hərfi gəlib. İqlab qaydasına görə tənvindəki nun hərfini mim hərfi kimi tələffüz edirik. Hikmətum. Bə hərfidir. Bir əlif miqdarı uzadırıq. Bəli. Qayn hərfidir. Qa. Yenə yuvarlaq tə hərfidir. Üzərində ötürəli tənvin gəlib. Bəliğatun. Sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Bəliğatun fə. Mim hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fəmə. Tə hərfidir. Tu. Qayn hərfidir. Üzərində cəzm var. Tuğni. Oxunmayan əlif və ləm hərfləridir. Sonra nun hərfi gəlib. Üzərində şəddə var. Tuğninnu. Bu pərtək zəl hərfidir. Zu və ra hərfini r kimi tələffüz edirik. Tuğninnuzur. İndi bir də oxuyaq. Hikmətun bəliğatun fəmə tuğninnuzur. Fə hərfidir. Fə. Bu tə hərfi tə və ləm hərfinin üzərində şəddə var. Fətəvəllə. Ayn hərfidir. A. Nun hərfinin üzərində cəzm var. Sonra hə hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Anhu. Və mim hərfinin üzərində cəzm var. M kimi tələffüz edirik. Anhum. Fətəvəllə anhum. Və burada vəqfi lazım gəlib. Mütləq durmaq lazımdır. Fikir tamamlanıb. Əgər oxumağa davam edərəksə, ayətin mənası pozula bilər. Yə hərfidir. Yə. Vav hərfinin üzərində cəzm var. Yəvmə. Yə hərfidir. Yə. Dəl hərfinin üzərində cəzm var. Qalqalə edərək vurğulu tələffüz edirik. Yəd. Ayn hərfidir. U. Burada oxunmayan əlif və ləm hərfləridir. Sonra dəl hərfi gəlib, üzərində şəddə var. Yəd'uddə. Və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Də. Bu isə ayn hərfidir. I. Əlifdir. Və burada ləm hərfinin üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Yəd'uddə ilə. Şin hərfidir bu. Şə. Yə hərfinin üzərində cəzm var. Şey. Həmzə və burada gördüyünüz kimi 2 əsrə gəlib. Və burada tənvin gəlib. Sonra nun hərfi gəlib. Və idğam-ı məal-qunə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Və bu nun hərfini isə şəddəli tələffüz edirik. Şeyinnu. Kəf hərfidir. Kü. Və ra hərfini r kimi tələffüz edirik. Şeyinnükür. İndi bir də oxuyaq. Yəvmə yəd'udda'i ilə şeyinnükür. Xa hərfidir. Xu. Şin hərfinin üzərində şəddə var. Xuşşə. Ayn hərfidir. Üzərində tənvin gəlib. Sonra əlif gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Xuşşə'an. Ə. Bu bə hərfidir. Üzərində cəzm var. Qalqalə edərək oxuyuruq. Əbu. Sad hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı oxuyuruq. Uzadırıq. Əbu saruhu. Və mim hərfinin üzərində cəzm var. Əbu saruhum. Yə hərfidir.
və cəzmli mimdən sonra yə hərfi gəlib mimin ishari qaydasıdır. Olduğu kimi oxuyuruq. Əbsaruhum. Yə, xo hərfinin üzərində cəzm var. Yəx, ru. Bu cim hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yaxrucunə. Mim hərfidir. Mi, nun hərfi, nə. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində üstün hərəkəsidir. Ə kimi oxunur. Minəl, ə. Cim hərfinin üzərində cəzm gəlib qalqala edərək oxuyuruq. Əcü. Bu dəl hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Əcdə. Bu pəltək sə hərfidir. Əcdəsi. Bu kəf hərfidir. Kə. Bu isə əlifdir. Gördüyünüz kimi üzərində hərəkə var. Kə-ə. Nun hərfidir. Üzərində şəddə var. Kə-ənnə. Bu hə hərfidir. Hu və mim hərfi. Üzərində cəzm var. Sonra cim hərfi gəlib mimin ishari qaydasıdır. Olduğu kimi oxuyur. Kəənnəhum. Cim hərfi. Cə. Ra hərfidir. Burada hərfi məd var. Bir hərf miqdarı uzadır. Cəra. Dəl hərfinin üzərində tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğam-ı mə'qunnə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir hərf miqdarı uzadırıq. Mim hərfini isə şəddəli oxuyuruq. Cəradümmü. Nun hərfinin üzərində cəzm var. Sonra tə hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Müntə. Bu şin hərfidir. Şi və ra hərfini r kimi tələffüz edirik. Cəradun müntəşir. Müntəşir. İndi bir də oxuyaq. Xuşşə'an əbsaruhum yəxrucunə minəl əcdəsi kəənnəhum cəradun müntəşir. Mim hərfidir. Mü. Hə hərfinin üzərində cəzm var. Müh. Bu qalın ta hərfidir. Ti. Müh. Müh. Ti. Ayn hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mühti'inə. Əlifdir. İ. Bu ləm hərfi. İlə. Oxunmayan əlif və ləm hərfləridir. Burada dəl hərfi gəlib və üzərində şəddə var. İlətdə. Ayn hərfini isə burada vəqf-i ta gəlib. Yəni burada dururuq və ilətdə kimi tələffüz edirik. Ayn hərfini cəzmli tələffüz edirik. İndi bir də oxuyaq. Mühti'inə ilətdə. Yə hərfidir. Yə. Qaf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yəqulu. Ləm hərfinin üzərində cəzm var. Yəqulul. Bu kəf hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yəqulul. Kə. Fə hərfidir. Fi. Ra hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kəfirunə. Bu nun hərfidir. Yəqulul kəfirunə. Hə hərfidir. Burada məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Hə. Bu pəltək zəl hərfidir və burada həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həzə. Bu yə hərfidir. Yə. Vav hərfinin üzərində cəzm var. Yəv. Mim hərfinin üzərində tənvin gəlib. Sonra ayn hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Yəv. Mun. A. Bu sin hərfidir. Si. Ra hərfini həmçinin r kimi cəzmli tələffüz edirik. Asr. Yevmun asr. İndi bir də oxuyaq. Yəqulul kafirunə həzə yevmun asr. Asr. Kəf hərfidir. Kə. Pəltək zəl hərfi üzərində şəddə var. Kəzzə. Bu bə hərfidir. Bə. Tə hərfinin üzərində cəzm var. Kəzzəbət. Kəzzəbət.
qaf hərfidir. Qa. Bə hərfinin üzərində cəzm var. Qalqala edərək oxuyuruq. Qabləhu və mim hərfi m. Sonra qaf hərfi gəlib, mimin izhar qaydasıdır. Olduğu kimi oxuyuruq. Qabləhum. Qaf hərfidir. Qa. Vav hərfinin üzərində cəzm var. Qavm. Qavm. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ha hərfində Nuhin. Gördüyünüz kimi tənvin gəlib əsrəli, sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Nuhin fə. Bu kəf hərfidir. Kə. Pəltək zəl hərfidir. Üzərində şəddə var. Fə kəzzə. Bə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fə kəzzəbu. Ayn hərfidir. A. Bə hərfinin üzərində cəzm var. Vurğulu tələffüz edirik. Ab. Də. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Abdənə. Vav hərfidir. Və. Bu qaf hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və qa. Ləm hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və qalu. Mim hərfidir. Mə. Cim hərfinin üzərində cəzm var. Qalqala edərək oxuyuruq. Məc. Nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Məcnu. Nun hərfinin üzərində ötrəli tənvin gəlib. Sonra vav hərfi gəlib. İdğam əməl qulna qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Vav hərfini isə şəddəli tələffüz edirik. Məcnunun və bu zə hərfidir. Üzərində cəzm var. Vəz. Bu dəl hərfidir. D. Və bu cim hərfidir. C. Ra hərfini yenə r kimi tələffüz edirik. Vəzducir. İndi bir də oxuyaq. Kəzzəbət. Kəzzəbət qabləhum qavmü Nuhin və kəzzəbu abdənə və qalu məcnunun vəzducir. Bu qədər. Növbəti dərslərimizdə inşallah geri qalan hissəsini öyrədəcəm. Sağ olun. Allaha əmanət olun.